Praktikada ən çox rast gəldiyimiz çətinliklərdən biri pasientlərin preparata dözümlüyüdür. Dəmir preparatları, xüsusilə 2 valentli formalar mədə-bağırsaq yan təsirlərinə səbəb ola bilirlər. Pasientlər tez-tez ürək bulanma, epiqastrik diskomfort, qəbzlik və ya əksinə diareya və yaxud nəcisin qaralması kimi şikayətlər bildirirlər. Bu çox vaxt xəstənin müalicəni yarımçıq qoyaraq müalicədən imtina etməyinə gətirib çıxarır. Həkim burada bir neçə addım ata bilir. Birincisi, preparatın qəbul qaydasını dəyişmək olar. Məsələn, preparat yeməklə birlikdə və yaxud yeməkdən dərhal sonra qəbul edilə bilər. Bu sorulmanı bir qədər azaltsa da belə, pasientin dözümlülüyünü artırır. İkincisi, gündəlik dozanı bölmək və ya dozanı tədricən artırmaq da olar. Bəzən həftədə 2-3 dəfə qəbul sxemində istifadə etmək olur, xüsusilə profilaktik məqsədlə. Digər bir məqam polifarmasiya və yaxud dərmanın qarşılıqlı təsiridir. Dəmir preparatlarının sorulmasına bilavasitə antasitlər, proton bombası inhibitorları, bəzi antibiotiklər mənfi təsir göstərə bilirlər. Ona görə də həkim mütləq pasientin qəbul edərkən, anamnez toplayarkən digər preparatların qəbulu haqqında məlumat toplamalı və uyğunlaşdırılmalıdır. Nəhayət, compliance, yəni pasientin müalicəsinə riayət etməsi çox önəmlidir. Çünki dəmir preparatları qısa müddətli deyil, aylarla qəbul edilməlidir. Burada həkimin rolu isə xəstəni maarifləndirməkdir. Yalnız hemoqlobinin yox, dəmir depolarının da bərpa olunması haqqında vacibliyi izah etməkdir. Bütün bunları nəzərə alaraq praktikada daha yaxşı dözümlülük və effektivlik göstərən preparatlar seçilir. Məsələn, kombinə olunmuş formulalar dəmir və vitamin C ilə birlikdə həm sorulmanı artırır, həm də daha stabil və uzun müddətli təsir göstərir.